Star Liga həyəcanı davam edir. Bugün olan növbəti görüş Kiyafan klub komandası ilə Suraxanı komandası arasında keçilir. Hər iki komandaya bu görüşdə bol-bol uğurlar arzu edirik. Ümid edək ki, bizi oyunun tamamına qədər maraqlı, həyəcanlı və gərgin bir oyunun şahidi olacağıq. İstərdim sizə əvvəlcə start heyətlərlə tanış edeyim. Kiyafan klub komandasının heyəti 5 nömrə İlkin, ondan ön hissədə Asim, Sədi, Rasim, Rüstəm, Ceyhun qapıcı Rüstəm, Fərid 9 nömrə. Suraxanı komandasının heyəti belədir. Deməli, Muxtar, Nurlan, Vasif, Paşa, Zöhrab, İman. Komandanın qapıcısı Zöhrabdır. İndi Rüstəm. İlkin oynadı indi. Ceyhun. İlkin. Pası kəsmədi, imkan vermədi. İman. Sədi. İlkin. Asim. Uzaqdan zərbələr güclüdür. Asimin zərbəsi. Son anda qapıcıya oynadı. Komandasını real goldan xilas edir. Suraxanı komandasının qapıcısı. Zöhrab əla seyv də yadda qalır bu maçda. Zərbə qüvvətli alınmışdı. Gün zərbəsi yeni etirir Kiyafan klub komandası. Asim. Fair play qaydalarına riayət olaraq rəqibə topu verirlər. Təşəkkür əlamət kimindir? Suraxanı komandası özündadır. Muxtarın zərbəsi. Top keçmədi. İndi İlkin. Son anda əla oynadı müdafiədə. Vasif. Vasif. Muxtar topa qaçmağa çalışırdı. Ceyhun. Yaxşı oynadı. Rüstəm. Rüstəm. İlkin komandanın kapitanı. İlkin. İlkin zərbəsi və gol! Buna gol idi belə İlkindən. Buna gol idi belə. Əla bir gol. Möhtəşəm bir gol. Kiyafan klub komandası bu görüş hesabı açır. Orada. Hesab 1-0 olur. Kiyafan klub 1. Suraxanı 0. Onlar rəqibləri üçün çox güclüdürlər. Çünki Kiyafan klub komandası artıq bu liqada sözünü demiş komandadır. Ümid edək ki, oyunun tamamına kimi əla bir oyunun şahidi olacaq. İndi İlkin. Asim. Topu komanda başına bıraxdı. Ceyhun. Rüstəm. Zərbə və gol! Rüstəm topu qapıdan keçirir. Komandasına öz təşəkkürünü bildirir pasa görə. Əla bir gol. Hesab 2-0 olur. Çox sağ olun. İmran. Vasif. Top keçmə Asim. Rüstəmlə oynadı. Top meydanı tərk etdi. Ceyhun. Əla keçid Ceyhundan. Cinaha düşündü. İlkin. Yenidən İlkin. Rüstəm. Asim. Boşluq axtardı, keçə bilmədi rəqibini. Vasif geri oynadı qapıcı. Zöhrab. Top meydanı tərk etdi. Sədi də oynayan bu Rüstəmlə oynadı. Rüstəm. Əla paslaşmalar gəlir. Zərbə gələcək, imkan vermədilər. Zərbə! Son anda qapıcı! İlk cəhətdən topu götürə bilməsədir, ikinci cəhətdən topu götürməyə bacardı. Top sonunda meydanı tərk edir. Rüstəm. İlkin komandaşını düşündü. İndi Rüstəm. Pası yaxşı alınmış, lakin çıxışı inanma oynuyor. Suraxanı komandasının qapıcısı. Naratum. İndi qapıya doğru. Rüstəm. Ceyhun. Yenidən Rüstəm. Topa nəzarət hal-hazırda.
Şiafon Klub komandasının tərəfindədir. İlkin sona qədər mübarizə aparmağa çalışır Şiafon Klub komandası. Xatırladım ki, hesab 2-0'dır. Şiafon Klub komandası öndədir. Ceyhun İlkin pası yaxşı alındı. Qapısı topu götürdü. Top son olarak meydanı tərk etdi. İlkin Rüstəm paslı uğurlu alındı. Top son olarak meydanı tərk edir. Oyunda üstünlüğü ələ alıb Şiafon Klub komandası. Paşa pası keçmədi. Rüstəm zərbə gələcəkmi? Zərbə və gol! Asim topu uğurlu şəkildə qapıdan keçirir. Komandasının 3-cü qoluna imza atır. Əla bir gol gəlir Asimdən. Hesab 3-0 olur. Şiafon Klubu 3, Suraxanı 0. Bayaqda xatırlatmışdım ki, Şiafon Klub komandası rəqibi üçün olduqca təhlükəli komandadır. Çempionatın keçirilməsinə görə qərib müəllimə təşəkkürümüzü bildirir, qərib Hilallıya. İndi Muxtar keçə bilmədi rəqibini. Sədi zərbəsi son anda müdafiədə inamlı oynuyor Suraxanı komandasının oyuncusu. Zərbə əla pasıydı, zərbə də yaxşıydı, lakin dəqiqlik çatmadı zərbə zamanı. Zöhrab İlkin top ələ keçirdi. İlkin pası keçmədi, imkan vermədilər. Vasif pas komandasına doğru uğurlu alınmadı. İndi əks hücum olacaq. Asim zərbəsi top qapıdan yan keçir. Zərbə gələcəkmi? Zərbə və top qapı üstündən keçir. Hakim bunlarda time-out edilən komandalar hələlik fasilə yollanır. Time-out bitdi. Komandalar artıq meydandadır. İndi Şiafon Klub komandası oyunu topa daxil etdi indi. Asim Ceyhun İlkinin pası komandasına doğru uğurlu alınmadı. İlk golun müəllifidir İlkin bu görüşdə. Ceyhun topa müdaxiləsi vardı. Zərbə gələcəkmi? Zərbə! Əla oynadı Rüstəm. Rasim İlkin Rasimin zərbəsi blok qoyuldu topa. Özünü sipər edir topun qarşısında Suraxanı komandasının oyuncusu. İndi qapı qarşısında qarşılıqlı yaranmışdı. Rüstəm topu çətinlik çəkmədən götürür. Ceyhun geri oynadı Rüstəm. Muxtar pas keçmədi. Rüstəm Rasim kafa yetişə bilmədi. İndi Suraxanı komandası hücumdadır. Zərbə gələcəkmi? Zərbə! Top qapıdan çıxır. Növbəti zərbə və gol! Vasif topu qapıdan keçirir. Hesabı 3-1 olur. Gözəl bir gol Suraxanı komandasından. Hesab arasında bir qədər azalır. 2-3, Suraxanı 1. İlkin Fərid geriyə doğru oynadı. İlkin Rasim
Rüstəm. Rüstəmin zərbəsi qapı çətin hissəmə topu götürür. Zöhrab top meydanı tərk etdi. İlkin. Rüstəm. Ceyhun. Rüstəm. İmkan vermədi, topu götürdülər. Nəqs hücum ola bilər. Keçə bilmədi rəqibli. İmkan vermədi Şəfqan klub komandası. Rasim. Komandaşını düşündü. Zərbə. Təhlükəli zərbə. Top qapının üstündən keçir. Başla zərbə. Qapısı sətini zəminə topu götürür. Rüstəm. İlkin. Kapitan. Geri oynuyor. Ceyhun. Rüstəm. Yaxşı gör komandaşını. İndi. Zərbə gələcəkmi? Zərbə! Top qapıdan keçmədi. Top qapıdan keçmədi. Bir anlıq zənn etdim ki, top qapıdan keçib, top qapıdan keçmədi. Hakim bildirir ki, top qapı xəttini keçməyib. İlkin. Xəlifamın yanına. Hə? Baş hakim. Xəlil bildirir ki, top qapıdan keçməmişdi. İndi. Şəfqan klub komandası hücumdadır. Zərbə və gol! Rasim topu uğurlu şəkildə qapıdan keçirir. Qüvvətli zərbə ilə hesab 4-1 olur. Yiyə bax biraz. Yəni elə. Hesab 4-1 olur. Şəfqan klub komandası üstünlüyünü bir qədər də artırır bu görüşdə. Ceyhun. Fərid. Ceyhun. Keçir rəqiblərini, pası yaxşı düşünmüşdü. Yaxşı düşünmüşdü komandaşına, amma pası komandaşına çatmadı. Zöhrab. Sona qədər mübarizə aparmağa çalışırlar. İndi Rasim komandaşındadır. Ceyhun, Rüstəm. Ceyhun, zərbə gələcəkmi? Zərbə! Zərbə yaxşı zərbə idi, lakin top qapının üstündən keçdi. Təhlükəli onlar yaşandı. Suraxanı komandasının qapısı qarşısında. Uzaqdan qüvvətli zərbə. Top qapısı Rüstəmə qədər gəlmişdi. Top meydanı tərk edir. Uzaqdan zərbə uğursuz alınır. Ceyhun. Yaxşı gördü komandaşını. Rüstəm, Rasimlə oynayır. Rasim. Yaxşı keçdi rəqibini. Rüstəm indi komandaşını axtarır. Zərbə gələcəkmi? Alınmadı bu hücumu. Şəfqan klub komandasının. Meydanın hər qarışığından mübarizə gedir. Suraxanı komandası bu hesabla barışmaq istəmir. İndi Zöhrab. Qalsa yenə kimdir? Kimdir qalsa yenə? Ramil. Çox sağ ol. Rasim. Rasimin zərbəsi. Yerlə zərbə indirmişdi. Hiləgər zərbə idi. Top qapıdan keçmədi. Aslında hamımız bir yerdə dayanmayın. Paşa. Hücuma alınmadı Suraxanı komandasının. İndi Asim. Geriyə doğru. İlkin. Kapitan. Rasim. Rasim. Geriyə doğru oynadı. İlkin. Yaxşı keçdi rəqibin İlkin. Rasim. İlkin. Ceyhun. Uzaqdan zərbə. İmkan vermədilər. Növbəti zərbə gələcəkmi? Asim. Davay. Zərbə. Uğursuz alınır. Zərbənin futbolçu
Nurlan idi. Gir ortaya gir. Adın oldu Qalatasarayın? Ramil, hə, çox sağ ol. İlkin. Qapıdan zərbə ilə davam edəcək. Çox sağ ol. Allah başlayır. Yan xəttdən topu Kiyafan klub komandası başlayacaq. Ceyhun. İlkin. Geriyə doğru Ceyhun. İlkin. Top İlkindədir. Komandasını oynadı. Fərid. Keçə bilmədi rəqibini. Vasıfı gör Vasıf. Nurlan. Pas keçmədi. Top yan xəttdən meydan tərk edir. İndi Paşa, Ramil. Pası komandasına doğru. Alınmadı. Asim top ələ keçir. Asimin zərbəsi. Qapıcı Zöhrab. İkinci zəhdən topu götürməyə bacarır. Geldi. Pressingi var idi Kiyafan klub komandasının. Az qalır sözünü deyəcəkdi bu pressing. Asim. Rüstəm. Bugün qapısında inanlı təsir bağışlayır Rüstəm. İndi Vasıf yakında. Ceyhun. Rasim. Yaxşı oynadı komandaşı ilə. İlkin ona pas satmadı. Ceyhun. Ceyhun əla keçdi rəqiblərini. Hakim bilir davam etdirməyə lazımdır oyunu. İlkin zərbəsi son anda Zöhrab. Qüvvətli zərbə və əla bir seyv gəlir qapıcıdan. Üçün zərbəsi yeni yetirilir. İlkin. Hakim oyunda yandırı bildir ki top İlkin əlinə dəymişdi kapitanın. İndi Asim top irəliyir. Cinağı dəyişdi. Ceyhun yaxşı gördü komandaşını. Asimin zərbəsi. Top qapının üstündən keçir. Təhlükəli gəlmişdi Kiyafan klub. Zöhrab. Asim topa müdaxiləsi vardı son olaraq. Top ondan meydan tərk etdi. İndi Nurlan top bitirdi. İndi zərbə gələcəkmi? Zərbə son anda. Hakim bildirir qapıdan zərbə ilə oyun davam edəcək. Top indi hal-hazırda Suraxanı komandasını indirtirdilər topu. İmran top bitirdi. Asim yaxşı gördü komandaşını. Rasim zərbəsi son anda Zöhrab. Topun qapıdan keçməsinə imkan vermir Suraxanı komandasının qalkiperi. İkinci hissə başlayır. Bizi ikinci hissədə maraqlı oyun gözləyəcək. İkinci hissədə hər iki komandaya bol-bol uğurlar arzu edirik. Birinci hissədə xatırladım ki, hesab 4-1 oldu. İndi ikinci hissə görək nəticə dəyişəcəkmi? Hələ ki Kiyafan klub komandası bu görüşdə 4-1 hesabı ilə öndədir. İmran topa çatdı. Son anda qapısı üstündən topu götürür. İlkin top meydanı tərk eləyir. Uzaqdan pas. Dəqiq alınmadı.
Ay yox qardaşım getmişdim telefon götürməyək. Sən elə bax. Hə, sən get sən. Ha, ha. Mən deyirəm. Ceyhun. Fərid. Yenidən Ceyhun. Yaxşı gördü komandaşını. Lakin son toxunuş Suraxanı komandasının oyuncusundan idi. Fərid geriyə doğru. Ceyhun. Kapitan. Son anda topu götürür. Zərbə. Rüstəm imkan vermir. Əla oynayır qapçı. Komandaşın səhvini yaxşı sığortalayır. İmran ondan top aldılar. Müdafiədən çıxa biləcəkmi iki Şafan klub komandası? Onlar bunu bacarırlar. Əla pas. Fərid. Neynəcək Fərid? Pasını verdi. Son anda qapçı Zöhrab. Son toxunuş ondan idi. Zərbə və qapçı növbəti zərbə imkan vermədilər. Hakim bildirir ki, əldə oyun var idi. Təhlükəli mövqedən, olduqca təhlükəli yerdən Şafan klub komandası cərimə zərbəsi yeni yetirəcək. Arcıl hücumlar gəlmişdi Şafan klub komandasından. Əl saxlayın belə. Sədinin zərbəsi, qapısı imkan vermir. Növbəti zərbə və gol! Fərid topu qapıdan keçirir. Hesab 5-1 olur. Penaltinin ardından zərbə gəldi qapıya. Şafan klub komandası hesab 5-1 edir. İmran mərkəzdən başladılar topu. Suraxanı komandası. İndi Asim Fərid zərbə gələcək imkan vermədilər. Sədinin pası keçmədi. Növbəti pas. O da keçmədi. İmkan vermədi Zöhrab. Boşla zərbə. Dəqiq alınmadı. İmran. Asimin zərbəsi. Qüvvətli zərbə idi. Düşünülmüş zərbə idi, lakin top qapıdan bir qədər alı keçdi. Qapıdan zərbə ilə oyun davam edəcək. Zöhrab. Vasif. İmkan vermədilər. İndi Asim. İlkin. Top meydanı tərk etdi. Asim. İlkin. Zərbəsi. Son anda İmran topa müdaxilə edir. Yan xəttdən topu Şafan klub komandası başlayacaq. Hakim bildirir ki, yan xəttdən topu meydana daxil etmək lazımdır. Asimin zərbəsi. Son anda İmran topun qarşısını alır. Boşla zərbə. İmkan vermədi. Əl oynuyor Suraxanı komandasının oyuncusu. Növbəti zərbə. Top qapıdan keçmək bilmir əzizləyicilər. Zərbə gələcəkmi? Zərbə! Top qapısına keçdi. Qapıcı vuruşu ilə oyun davam edəcək. Zöhrab. Komandası yaxşı görmüşdü, lakin topu götürdü. İndi Asim Sədi ilə oynadı. Rüstəm. Uzaqdan qüvvətli zərbələri var. Top son olaraq meydanı tərk etdi. Asim geriyə doğru oynadı. Rüstəm. Pası.
İkinciden zərbə olacaq. Cəfan Klub komandası ikinciden zərbə yerinə yetirəcək. Asim topu götürdü. Ramil indi zərbə gələcək, imkan vermədilər. Zərbə, top meydanı tərk etdi. Qapıdan zərbə ilə oyun davam edəcək, hakim bildirir. Rüstəm zərbə, yaxşı alınmadı bu zərbə. Suraxanı komandasının hücumu istəksiz alınır. Rüstəm Fərid keçə bilmədi rəqibini, ona imkan vermədilər. İlkin Sədi zərbə gələcək mi? Zərbə! Təhlükəli zərbə idi. Top qapıdan keçmədi. Rüstəmin zərbəsindən sonra indi Ramil pası uğursuz alındı. Yan xətdən topu Cəfan Klub komandası başlayır. Hesabı xatırladım ki, əziz izləyicilər, hesab 5-1 Cəfan Klub komandası xeyrinədir. Asim Sədi Fərid İlkin Asim yeniden Fərid, yaxşı gördü komandaşını. Sədi Asim zərbə indirəcək, imkan vermədilər. Meydanın hər qarşı uğrunda amansız mübarizə gedir bu maçda. İndi əks hücum ola bilər. Suraxan komandasından alınmadı. Qapıcı üstdən topu götürdü. Dərhal topu oyuna daxil edir. Sədi neydə də Sədi pasını verdi. Zərbə ilkindən son anda qapıcı topu götürdü. Sədi niyə vurmuşsa Sədi? Abi. Qapıcı vuruşu oyun davam edir. Rüstəm Fərid zərbə! Əla saxlamışdı Fərid. Sinəsiyə topu komandasına yaxşı pas vermişdi. Lakin Sədi Allah Verdiyev topu qapıdan keçirə bilmədi. Rüstəm Sədi, Rüstəm Fərid zərbə gələcəkmi? Alınmadı bu hücumu Kiyanın. Arzu hücumları Zirikə komandasından indi. Sədi top meydanı tərk etdi. Muxtar komandaşını oynadı. Zərbə uzaqdan istənilən kimi alınmır. İlkin kapitan əla gördü komandaşını. Asim Rüstəm yaxşı görmür komandaşını. İndi Muxtar topa keçir. Muxtar pası keçmədi. Zərbə! Son toxunuş Suraxanı komandasının oyuncusundan idi. İkinci zərbəsi yerinə yetiriləcək. Zərbə gəldi ilkindən. Qüvvətli zərbə idi, lakin dəqiqli çatmadı. Hücum məntiqi sonluqla nəticələnmir. İndi əks hücum olacaq. 3-1 gedir. Suraxanı komandası alınmadı Muxtarın son pası götürməyi. İndi Rüstəm İlkin yaxşı gördü Sədini. Sədi Allah Verdiyev Sədi zərbə indirəcəkmi? İmkan vermədilər. Rüstəmin zərbəsi olduqca təhlükəli idi. Düşünülmüş zərbə idi, lakin top qapıdan keçmədi. Paşa Vasif'in zərbəsi top qapıdan yan keçdi. İkinciden zərbə yenitin etəcək Suraxanı komandası. Sədi zərbə və gol! Hesab arasındalar bir qədər azalır. Suraxanı 2,
Şiafan Klub komandası 5. Vasif topu qapıdan keçirir. Komandasının ikinci golunu imza atır bu görüşdə. İndi Ceyhun yaxşı gördü yerini. Kapitan Rüstəm. İlkin. Zərbə Sədidən son anda Muxtardan müdaxilə var idi topa. İmkan vermədi özünü topun qarşısında sipər edir gənc futbolçu. Vasif. Muxtar. Paşa. Zərbə gələcəkmi? Paşanın zərbəsi. Qüvvətli zərbə ilə top qapının üstündən keçdi. Rüstəm. Ceyhun. İlkin yaxşı gördü boşluğu. Cinahları dəyişir bir-bir. Şiafan Klub komandası zərbə gələcəkmi? Gözəl hücum qurmuşlar lakin hücum alınmadı. İndi top meydanı tərk edir. İndi Rüstəm. Yaxşı görsədin, Sədinin zərbəsi. Sədiyə bircə topu qapıdan keçirməyə qalmışdı, o da alınmadı. Ceyhun. İlkin. Sədi. Rüstəm. Bitirdi topu. Yenidən ələ keçirdilər topu Şiafan Klub komandası. Təhlükəli gəlirlər. Zərbə və gol! Əla bir gol gəlir. Rasimdən topu qapıdan keçirir. Hesab 6-2 olur. Şiafan Klub 6. Suraxan 2. Zərbə! Top Trasuş gəldi. İndi Rüstəm yaxşı gördü ilkini. Kapitan əla pas verdi. Sədi yenidən ilkin. Paslaşma əla alınmışdı. Lakin top qapıdan keçmədi. Əla qurulmuşdu hücum. Əla kombinasiya. Hakim görüşü dayandırıb bildirir ki qapıcı əlla oynamışdı. Çıxış xəttindən əllə oynamışdı. İndi sarı vərəqə göstərir qapıcı Zöhrəba. Bildirir ki qaydalar çərçivəsində oyunu davam etmək lazımdır. Zərbə! Top sonda. Suraxanı komandasının oyuncusundan dəyərək meydanı tərk edir. Zərbə gələcəkmi? Alınmadı. Ay. İndi Rüstəm. İlkinin zərbəsi. Topa əla ram etmişdi, lakin bircə topu qapıdan keçirməyə qalmışdı. O da alınmadı. Zöhrab. Geriyə oynadı. Yenidən Zöhrab. Zərbə gələcəkmi? Akrobatik zərbə alınmadı. Rüstəm akrobatik zərbə endirmək istədi, alınmadı. İndi İlkin. Yaxşı gördü boşluğu.
Zərbə təhlükəli idi. Sədinin zərbəsi olduqca təhlükəli idi. Top qapıdan keçmədi. Sədə Allah Verdiyev. Qapısı vuruşu ilə oyun davam edəcək. Rüstəm topu götürməyə bacardı. Ceyhun yaxşı gördü boşluğu. Cinaha dəyişdi. Zərbə gələcəkmi? Zərbə imkan vermədilər. Növbəti zərbə. Top tor yanına sirkələyir. Timeout bitdi. Komandalar yenidən meydandadır. Xatırladım ki hesab 6-2'dir. İndi zərbə gələcəkmi? Zərbə! Son anda Zöhrab növbəti zərbə və gol! Əla bir gol gəlir Rüstəmdən. Komandasının 7-ci qolunu imza atır bu görüşdə. Birinci zərbə zamanı alınması, ikinci zərbə zamanı topu qapıdan keçirməyi uğurla bacarır. İndi Suraxanı komandası düzgün çalışırdı. Topu götürdülər. Rüstəm son toxunuş. Yaşlılar başlayır. Kia fan klub komandasından idi toxunuş. İndi top meydanı tərk etdi. Asim Fərid üçüncüdən zərbə olacaq. Kia fan klub komandası üçüncüdən zərbə yeni etirəcək. Başla zərbə. Boşla vur ayağınla geçsin. Zərbə və gol! Gözəl bir gol gəlir Zöhrabdan. Qapıcıdan əla bir gol gəlir. Rəqibin səhvindən maksimum yararlanır. Topu qapıdan uğurla keçirir. Hesab 7-3 olur. Asim. Pası yaxşı alındı lakin son anda İmran topa müdaxilə eləyir. İlkin. Rüstəm. Top meydanı tərk etdi. Rüstəm. Qapıcı. Kapitan. Qapıcı. Rüstəm. Rasim zərbəsi. Top qapıdan keçmədi. Zöhrab buna imkan vermir. Bir neçə və bugün komandasının yal qollarına xilas edib Zöhrab. Hətta adını tabloya yazdıra bilib bu görüşdə. Zöhrab qapısı olmasına baxmayaraq ayaqlı oynuyor. Rüstəm. Geriyə doğru İlkin. Kapitan. Yaxşı gördü boşluğu. Zərbə. İmkan vermədi qapıcı. Zöhrabdan yaxşı qurtarış gəlir. Top son olaraq meydanı tərk etdi. Ramil. Yan xətdən topu. Suraxanı komandasından Ramil başladı. İlkin top ələ keçirdi. Tirdi topu. Paşa. Alınmadı bu hücum. Rüstəm əla keçid gəlir. Rəqibini çaşma salır. Zərbə! Alınmadı. Rasimin zərbəsi. Çok berbat mıydı Rasim'in? Uğursuz alınır. Fərid. Zərbə!
Qapıcı imkan vermədi. Növbəti zərbə gələcəkmi? Zərbə və gol! Əla bir gol. Fərid topu qapıdan keçirir. Son toxunuş Fəriddən idi. Hesab 8-3 olur. Kiyafan klub 8. Suraxanı 3. Uzaqdan zərbə. Uğursuz alındı. İstəm. Deyəsən Zöhrəb oyunu davam etdirə bilməyəcək. Zədə alıb. Cədə. 20 dəqiqə gözə verir. Necə 20 dəqiqədir, məndə 21. Səndə hər səndə vaxt saxla. İndi Kiyafan klub komandası ümumə çıxmağa çalışacaq. Ceyhun, Asim, Rasim, Fərid, zərbə, Rasim, Rüstəmdən gəlmişdi, alınmadı. 4 dəqiqədə bana baxdı, sən 4 dəqiqədə sonra bir də sən. Ha. Ay salvara görə, ha. Zərbə uzaqdan, uğursuz alınır. Hücum məntiqi sonluqla nəticələnmir. Qapıcı vuruşu ilə Rüstəm oyunu davam etdirəcək. Rüstəm. Asim. Top son olaraq meydanı tərk etdi. Fərid. Rasim. Asim zərbə. Ceyhundan gəlmişdi, alınmadı. İndi Sədi çıxışı ilə oynuyor. Fərid. Fərid yaxşı keçir rəqibini Fərid. Zərbəsini endirir və gol. Gol deyil. Elə bilin gol deyil. Bir anlıq zənn etdim ki, qolu top qapıdan keçməyib. İndi Suraxanı komandası qurmağa çalışacaq. Alınmadı onların hücumu, top ələ keçirir. Bununla da hakim görüşü bitirir. Bu qələbə münasibəti ilə Kiyafan klub komandasını təbrik edirik. Növbəti oyunlarda onlara uğurlar arzu edirik.